Ad familiyadır. Baloğlan Mirzəliyev. Şahsi məhbusam. Mənim xahiş edirəm, mənim dediklərimi Qabilə də, Manafa da, Süleymana da eldə tutdu ki, mən İlham Əliyevin quldur məmurları tərəfindən şəhərlərə həbs olunmuşam. 182.2.3 maddəsindən heç kimə mən hədə qorxu gələrək pul tələb eləməmişəm. Sadəcə olaraq xahiş eləmişəm ki, mənə kömək olsun. Hal-hazırda Şəki penitensiar müəssisəsindəyəm. Bu penitensiar müəssisə Gestapoya dönüb. Ərizə yazıram harasa, ərizələrim getmir. Ondan sonra saxlayırlar burada. Buradan İstintaq Təzyiqxanasından çıxmır. İstintaq Təzyiqxanasından eləyiblər əməllər başlı alverxana. Pletka işlətməyə, yeməyimizi qızdırmağa, pletka işlətməyimizə 50 manat pul istəyirlər. ATV kanalı açılmaq üçün 100 manat pul istəyirlər. Bu 150 manatı tutsa hardan eləsin, neynəsin? Çöldəki adamlar necə bunu gətirsin? Ağrınıram, mənim xəstəxanaya həkim qoymur ki, deyir, sinirlərim oyanıb, amma deyirəm, 4 gündür ki, heç bir dərman atmıram. Ürək xəstəsi olduğuma görə... İnfarkt xəstəsisən, o infarkt verir. Qan təzyiqinə görə dərman atmaq istəyirəm, ata bilmirəm. Ondan sonra atmıram. Sabahdan da azlıq aksiyası keçirəcəm ki, mənim normal yaşayışımı təmin edir. 4 nəfərlik yerdə 9 nəfər yatır. Bu 9 nəfər bir kravata 3 nəfər düşür. Yani dövülmə, ufak dövülmələr falan olur orada türmədə. Dövülmələr falan olur türmədə. Döyülmələr döyürlər, lazım olanda döyürlər. Hemen kimsə biraz deyilsə döyürlər. Verəməz ki, məni zəhərlə qarşı atıyor. Bu türmənin içərisində bir türmə demək. Orada atmırlar ki, orada da davcı yer yoxdur. Sansatda deyir, Sansatda mən deyir. Sen ürək xəstəsisən, sən ürək xəstəsisən. Bu sadəcə İlham Əliyevin xüsusi qurğusudur. Quldur məmurlarının xüsusi qurğularıdır mənə qarşı. Burada çox gələn o quldurlar tərəfindən şəhərlə tutulan məmurlar, tutaqlar. Hamısı ilə bir əlaqədə oluram. Yaxşı. Sağ ol, hamıya salam deyir, səsini də hamıya çatdır. Aha, mən video qeyd eləyirəm indi hal-hazırda. Sənin videoların hər kəsə gedəcək, lazımi yerlərdə də olacaq. Və buradan bir dənə də söz deyim ki, sən indi səhhətimi denən, sənin səhhətində problem ola, səni niyə aparmırlar şeyə, xəstəxanaya, Sansasiya? Penitensiar müəssisəsi Fərhad Hüseynovun, buranın rəisi Fərhad Hüseynovun xüsusi Gestaposu ona görə. Aha, başa düşdüm. Yəni, bura türmə yox, bir növ şeydir də, adı nədir? Pul. Hə, bildim. Yəni, bunlar türmədə yatanlar, dustaqlardan da bir növ özlərinə pul tələb edirlər. Gestaponun da başında İlham Əliyev özü durur. Yaxşı, sağ ol. Sağ ol.